Məlum olduğu kimi sentyabr ayında ölkəmizdə 3-cü MDB oyunları keçiriləcək. Əsas mərkəz Gəncə şəhəridir. Oyunların açılış və bağlanış mərasimi isə Gəncə şəhər mərkəzi stadionunda keçiriləcək. Hazırda ölkə rəhbərliyinin göstərişi ilə Gəncənin mərkəzi stadionu yenidən tikilir. Aprel ayından startı verilən işlərin böyük əksəriyyəti bitib. Açılış mərasiminə tam istifadəyə veriləcək. Gəncə şəhər stadionu 1959-1963-cü illərdə təmir etmişdir və 64-cü ildə istismara verilmişdir. Hal-hazırki dövrdə özünüz bilirsiniz ki, stadionda vəziyyət yaxşı deyildi. O baxımdan cənab prezidentimizin göstərişi ilə keçən ilin aprel ayında yenidən qurma təmir işləri başlamışdır və bu ilin, cari ilin sentyabr ayında nəzərdə tutulur ki, yekunlaşsın və MDB oyunlarında açış və qapanış mərasimlərinin burada keçirilməsi nəzərdə tutulur. Məlumat üçün bildirək ki, yeni stadion 15 mindən artıq tamaşaçı tutumuna malikdir.